əgər özünün vəkilini özü seçirsə, heç bir zaman o millət seçdiyi vəkilin maaşının artmasına etiraz edə bilməz. Ümumiyyətlə, bizim xalqımız çox belə negativ düşünən xalq deyil. Niyə deputatların maaşı artımına etiraz var? Çünki millət vəkili deyirlər. Millətin səsini alıb oturmayıblar. Xalq, yenə deyirəm, təkrar edirəm, özünün seçdiyi millət vəkilinin maaşına heç bir zaman etiraz eləməz. Çünki o millət vəkilini o seçməyib. O millətin vəkili deyil. Seçilənlərdən də narazı qala bilirlər. Yəni. Çox az, çox barmaqla sayılacaq qədər. Barmaqla sayılacaq qədər. Yəni 125 millət vəkilindən bəlkə 5-i özü seçilib. Ya deyək ki, ən fazla 10-u seçilib özü, ən uzun. Bu nə deməkdir? Hər halda Mərkəzi Seçki Komissiyası sizin dediyinizi demir və tamaşaçılar o normaldır o, normaldır. Hər halda biz Azərbaycan Mərkəzi Seçki Komissiyası onu deməsə də Azərbaycan insanı 7-dən 77 deyir ki, bu ölkədə seçki saxtakarlığı var. İnsanların səsləri oğurlanır. Orada oturanların maaşına ona görə etiraz eləyir xalq ki, o haram səslə oturub orada. O bu xalqın bir günündə, hər hansı bir ağır günündə, ağır sosial, iqtisadi durumunda səslərini çıxartmırlar.